Hər vaxtınız xeyir, dəyərli kanal izləyicilərimiz. Masazır qəsəbəsində 6 nömrəli məktəbə yaxın bir ərazidə nağd və kreditlə sayıları məhdud olan belə 2 mərtəbəli həyət evlərimiz var satışda. Sənədlərimiz qaydasında kupçalı evlərdir. Kredit şərti də belə bu qaydadadır. Evin ümumi qiyməti nağd satış qiymətinə kreditlə verilir. Ümumi qiyməti 110 min manatdır. 110 min manata təklif olunur nağd alışda. Kreditlə də şərtləri belədir. İlkin ödənişi ən azı, yəni minimum 50 min manat olmaqla, yəni çox ödəyən olsa aylıq ödənişlər az düşəcək. 3 il müddətinə, yəni 36 ay müddətinə belə sayıları məhdud olan həyət evləridir. Təmirli təhvil verilir. Hal-hazırda keçək evin içində olan şəraitləri göstərim sizə. Döşəmə qranit altı isti poldur. Qaz, su, işıq, kanalizasiya, küçəsi asfalt qapısına kimi. Yaxınlığında orta məktəb var. Qonaq otağıdır, böyük həcmlidir, böyük pəncərə iləndir. Tavanın hündürlüyü də çoxdur. 3 metrdən çoxdur. Evin təmiri hazırdır. Dərhal alıb köçmək olar. Döşəmə burada laminatdır. Altı isti döşəmədir. Burada bizdə hamam otağıdır. Tam təmir. Burada bizdə böyük həcmli mətbəxdir. Burada da döşəmə isti poldur. Pəncərəsi var. Yəni digər evlə pəncərənin arası, hətta hasar belə var arasında. Evin iç qapıları da keyfiyyətli qapıları qoyulub. Bir daha təkrar vurğu olayım ki, evin nağd qiymətinə də kreditlə verilir. Evin ümumi qiyməti 110 min manatdır. Kredit şərtləri də bu qaydada verilir. Minimum ilkin ödəniş 50 min manat olmaqla qalan məbləği 3 il müddətinə. Çox ödəməklə aylığı az ola bilər. Yuxarıda olan otaqlarını göstərəcəm. Ayrıca belə bir hamam otağı da var. Sayıları məhduddur. Qaçırmana dəyməz. Masazır qəsəbəsində yeni 6 nömrəli məktəbə yaxındır. Yerləşməsi çox gözəl yerdə yerləşir. Böyük bir yataq otağıdır bu da. Otaq sayı ümumi 4'dür. Kanalımıza abunə olun. Videonu bəyənin. Şərh bölməsində şərhlərinizi qeyd edin. Hər zaman kreditlə həyət evləri satışa çıxmır. Bunu da unutmayaq. Alana satan Allah xeyrin versin. Kanala abunə olun ki, belə gözəl həyət evlərimiz, mənzillərimiz satışa çıxanda ilk olaraq sizlər izləyə biləsiniz. Sonra izləyiniz, təşəkkür edirəm.